Axşamınız xeyir dostlar. Mən bu dərsimizdə sizə matrisalar üçün istifadə olunan funksiyalar haqqında məlumat vermək istəyirəm. Bu nə deməkdir? Deyək ki, biz bir formula yazırdıq, funksiya yazırdıq. Həmin funksiyanı belə deyək, bir xanaya, yəni bir göstəricidə olan xanaya tətbiq edirdik. Amma bəzən bizə lazım olur ki, bir işi bir neçə xana üçün eyni anda həyata keçirmiş olaq. Necə biz lap birinci dərsimizdə, ilk dərslərimizdə daha doğrusu paste 5 ildə transpozu keçəndə transpoz haqqında məlumat verəndə baxın bu menyu idi. Bu menyu haqqında məlumat verəndə demişdik ki, bunun funksiya qarşılığı var. Funksiya qarşılığı necə idi? Biz burada deyək ki, sətir və sütundan yerini dəyişəndə gəlib seçirdik bu hissəni və yazırdıq bərabərdir transpoz. Matrisanı ötürürdük. Shift, Ctrl, Enter deməklə digərlərinə də tətbiq edirdik. Amma bunu biz həyata keçirdik. Baxın, qarşısında da Excel avtomatik böyük mötərizəni açıb və bağladı. Bu bir matrisaya tətbiq olunan funksiyadır. Biz bunu sadə versiyasını keçmişdik. Gələk bu məsələləri getdikcə təkmilləşdirək. Çünki biz bunu təkmilləşdiriksə, Excel'in imkanları hədsiz dərəcədə bizim üçün çoxalmış olacaq. Baxın, sadə bildiyiniz bir misal üzərində izah etmək istəyirəm. Deyək ki, mən istəyirəmsə əgər saylarının qiymətinə vurum, baxın, onları ayrı-ayrı bir-birinə vurdum və bunların cəmini taparamsa, bir-birinə vurub cəmləmiş olaram. Biz bunu bu xanalarsız da eləyə bilərdik. Necə? Gəlirdik sum product, yəni hasillərini tap, sonra cəmlə deməklə bu funksiyalarının hasilini tapıb cəmləyə bilirdik. Yəni 500 eyni məlumat. Bunu gəlin biz sum yazaq. İndi nə edəcəyik? Biz burada matrisaları funksiya ötürmə haqqında öyrənəcəyik. Deyəcəm ki, bu xanaları vur, baxın, vurun bu xanaya. Shift, Ctrl, Enter hamısını birdən tıklayacağım. Bu nə deməkdir? Biz Shift, Ctrl, Enter tıklamaqla, yəni deyirik ki, uyğun sahələri vur bir-birinə və hamısının nəticəsini eyni anda bu xanaya yaz. Enter tıkladım, baxın, eyni nəticəni almış oldum. O bizim əvəzimizdən böyük mötərizə və kiçik daha doğrusu mötərizələr açıb və bağladı və funksiyamızı həyata keçirmiş oldu. Gəlin başqa bir misal üzərində izah edeyim. Deyək ki, bizim bir məlumatlarımız var, düzdürmü? Burada olsun 77, 95, 45, 55. Bizə nə lazımdır? Bizə lazımdır ki, bu xanada maksimum tapsın. Elədim maksimum 95. Daha doğrusu bunlar arasında fərqləri tapsın. Yəni baxın 77 ilə 55 arasında olan fərq 22 idi, 95 ilə 22 arasında olan fərq 73-dür. Baxın bununla bunun arasında olan fərq 22-dir. Yəni bizə lazımdır ki, birinci bunlar arasında olan fərqi tapım. Ctrl-da D deməklə aşağı doğru çəkirəm və bunlar arasında hansı maksimumdursa onu seçim. Yəni bizə 73 məlumatını tapdıq. Bunu bəs biz bu funksiyalarsız necə eləyə bilərik? Baxın, yazıram bərabərdir. Max'ı tap, amma necə tap? Bu xanalardan çıx bu xanaları. Yəni bir-birindən çıxacaq və Shift, Ctrl, Enter tıklayacağım. Baxın, bizə 73 məlumatını qaytarmış oldu. Bu sadə bir misallar idi. Sizə test edin özünüzdə. Getdikcə, inşallah gələcəkdə İnnopda fərqli layihələrimiz var. O layihələrdən biri elə burada sir olaraq açım. Challenge-lərin həyata keçirilməsidir. Yəni, Excel-ə advanced səviyyədə bilən adam belə bu saytdan tam olaraq faydalana biləcəkdir. Və həmin istənilən кейsi bu işlərin köməklə yerinə yetirəcək. Ona görə də siz sadələri mütləq şəkildə test edilməyiniz lazımdır. Bu dərsimiz bu qədər. Növbəti dərslərimizdə görüşənədək hələlik.